Mən Xalidə Rızayeva, Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilən dayə peşə ixtisası üzrə qiymətləndirilmə prosesində məktəbəqədər təhsil eksperti kimi iştirak etdim. İmtahanda iştirak edən ərizəçilər barama uşaq bağçalarında çalışan əməkdaşlardır. Və sevindirici hal odur ki, ərizəçilərin imtahana marağı və həvəsi həddindən artıq yüksək idi. Onu qeyd edim ki, uşaqların bütün həyat bacarıqlarının formalaşdığı dövr 0-6 yaş mərhələsidir. Məhz buna görə bu sahədə çalışan şəxslərin peşə səriştələrinin, peşəkarlıq səviyyələrinin artması cəmiyyətimizin və ölkəmizin inkişafı üçün olduqca əhəmiyyətlidir. Və bu məqsədlə bugün praktiki imtahanda iştirak edən bütün ərizəçiləri təbrik edirik və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.